Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Növbəti maraqlı qonağımızla çox maraqlı mövzular ətrafında söhbət edəcəyik. Bugün biz nevrologiyadan danışacağıq. Çünki nevroloji xəstəliklər, nevroloqa müraciətlərin sayı məndə olan məlumata görə artıb. Bu xəstələrə necə kömək edə bilirik? Bugün müasir tibb, hamımız deyirik ki, çox inkişaf edib. Azərbaycanda da dünya ilə bərabər istifadə olunan protokollar, müalicə metodları Azərbaycanda da uğurla həyata keçirilir. İstənilən halda bu haqda nevrologiya xəstəlikləri üzrə mütəxəssis daha ətraflı, daha aydın, daha dolğun məlumat verəcək bizə. Qonağımız isə Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının həkimi doktor Nuran Əmənullayevdir. Bir çox həkimlər çox yaxşı tanıyır, çünki güvəndiyimiz bir həkimdir. Əminəm ki, Nuran doktorun pasiyentlərindən də kifayət qədər bugün verilişimizi izləyənlər olacaq. Xoş gəlmişsiniz, doktor. Xoş gördük. Çox şadam sizi görməyimə. Çox sağ olun ki, vaxt tapdınız. Mən də öz növbəmdə təşəkkür edirəm xüsusi dəvətə görə. Tamaşaçılarımızı salamlayıram və sizin komandaya minnətdarlığımı bildirirəm. Çox sağ olun. Həkim nevroloq kimdir? Çünki biz nevroloq sözünü son illərdə eşitməyə başlamışıq. Öncədə nevropatoloq deyirdik. Sonra dedilər ki, nevropatoloq deməyin, nevroloq deyin. Əslində bu nevropatoloq dediyimiz həkim məhz nevroloq adlandırırıq bugün, eləmi? Əslində bəli, nevroloq digər sahələrdəki kimi görürsünüz. Məsələn, misal üçün kardioloq, orada kardiopatoloq deyilmir. Bəli. Nevroloq sinir sisteminin xəstəliklərini müalicə edən mütəxəssisdir. Amma ayrıca bir nevropatoloq ixtisası var. O patohistoloqların içində sırf sinir sisteminin patoloji toxumaları ilə məşğul olan mütəxəssisdir. Maraqlıdır. Amma müalicə məqsədi ilə sinir sistemini müalicə edən mütəxəssis nevroloq adlanır. Nevroloq hansı xəstəlikləri müalicə edir, hansıları müalicə etmir, amma səhvən bu pasiyentlər gəlir nevroloqun yanına? Sinir sisteminin istənilən xəstəliyin nevroloq müalicə eləyə bilər. Amma sözsüz ki, təkcə nevroloq yox, neyrocərrahi yanaşma, əgər cərrahi yanaşma varsa, digər nöqteyi nəzərdən baxsaq, əgər əhval-ruhiyyə bu kimi funksiyalar, davranış funksiyaları da sinir sisteminin funksiyalarıdır. Amma onları patologiyalarını adətən psixiatrlar müalicə edirlər. Və bu belə də olmalıdır. Sözsüz xəstə yanıla bilər, amma həkim onu düzgün istiqamətləndirməlidir. Adətən baş ağrılarıdır, bunlar nevroloqa gəlirlər və düz də eləyirlər. Amma təşvişdir, həyəcandır, nevroloqa müraciət eləyə bilərlər. Cüzi xəstəliyin cüzi dərəcələrini nevroloq yardım da eləyə bilər. Amma daha dərin məqamlarda yaxşı olar ki, ondan daha təcrübəli mütəxəssis, yəni psixiatrlar məşğul olsun. Doktor, sizə müraciətlər daha çox nə ilə bağlıdır və yaxud misal üçün biz indi deyə bilərik ki, artıq çəkidən əziyyət çəkənlərin sayı artıb. Mən qeyd edə bilərəm ki, pandemiyadan sonra uşaqlarda və yeniyetmələrdə artıq çəkini daha çox görməyə başladıq. Siz nevrologiya sahəsində hansı xəstəliklərin artdığını müşahidə edirsiniz ki, öncədən bu problemin, bu diaqnozdan müraciətlər daha az idi. Amma bugün müasirliyin, digital həyatın, rahatlığın, komfortun gətirdiyi nevroloji problemlər, artırdığı nevroloji xəstəliklər olaraq hansılarını vurğulaya bilərsiniz? Tamam, bu olduqca aktual sualdır və elə xəstəliklər də çoxdur. Əgər biz aktiv yox, daha doğrusu pasiv oturaq vəziyyəti nəzərə alsaq, yəni bu elektron dünya ilə bağlı, daha çox skalyozların yaratdığı nevroloji narahatçılıqlardır. Bunu diqqətə almalıyıq. Bu belə. Bundan başqa, bu pandemiyadan sonraki dövrdə ən çox rast gəlinən problemlərdən biri yaddaş patologiyalardır.
Daha gənc yaşlarda təzyiq patologiyaları düzdür. Arterial təzyiq məfhumu kardiologiya sahəsinə aid olduğuna görə onlar məşğul olurlar, amma onun yaratdığı nəticələr daha çox nevroloqları narahat edir. Çünki beyin patologiyalarının, xüsusilə işemik patologiyaların çoxunda arterial təzyiq məsələsi dayanır. Diqqət yayınıqlığı məsələləri burada rol oynaya bilər. Son vaxtlar ən çox rast gəlinən məsələlər bunlardır. Daha gənc yaşda qan dövranı patologiyaları, yaddaşla bağlı problemlər, onurğa boyu narahatçılıqların olması, kökçü ağrıları və gərginlik baş ağrıları. Daha çoxdur. Baş ağrıların içində xüsusilə gərginlik baş ağrıları, çünki stres faktorlar daha önəmli rol daşıyır o gərginlik baş ağrılarında. Mavi işıq necə? Bugün planşetlərdən, telefondan, gadjetlərdən bu qədər istifadə etməyimiz, telefonla yatmağımız, telefonla oyanmağımız, yuxudan duran kimi birinci oradakı mənfi, negativlə bizi yükləyən məlumatları oxumaq necə? Sizcə bunlar da təsir edirmi bugün baş ağrılarının daha çox artmasına? Misal üçün, bugün dünyada çox populyar bir termin var, brain rot, beyin çürüməsi ki, bunun da səbəbi olaraq məhz bu tez-tez dəyişən kadrlar, qısa videolar ki, biz fikrimizi cəmləyib bir səhifədən artıq kitab oxuya bilmirik, hövsələmiz çatmır. Siz nə düşünürsünüz bu mövzuda? Mən düşünürəm, haqlısınız, amma müəyyən qədər də haqsızsınız. Niyə? Aha, deyin. Çünki biz bu yolu keçəcəyik. Mümkün deyil. Yəni biz insanları texnikadan ayıra bilmərik. Bu bugünün tələbidir. Hələ zaman keçdikcə bundan da intensiv olacaq. İndi biz əgər planşet götürürüksə, gələcəkdə ola bilər ki, virtual kimi hər hansı bir saatdan açılsın ya nəysə. Biz də siz vərəqləyək və bizim mobil köməkçini dərhal belə çağıraq. Məncə insan ona adaptasiya eləyəcək yavaş-yavaş. Amma müəyyən məsələlərdə dedim, haqlısınız, o nədir? İnsanın beyni tez yorulur, düzdür. Biz beynimizə istirahət vermirik. Sözsüz ki, istirahət olmadan beyin özünə tam bərpa eləməkdə çətinlik çəkir. Və bu kimi beyin yorğunluqları yaddaş problemlərini daha erkənləşdirir, daha çox rast gəlməyinə səbəb olur. Yaddaş problemləri çox aktualdır, bilirsiniz. Bir də insan zehni o vaxt güclü işləyir ki, yaddaşı o vaxt güclü olur ki, insan zehnində götür-qoy edir, sintez edir, analiz edir. Amma biz beynimizi adətən o vəziyyətdə nə ilə yoruruq, nə isə arxasında olan məsələni düşünmürük. Sadəcə görmə və yadda saxlamağa çalışırıq. Ancaq baxırıq, sanki baxırıq, informasiya toplayırıq. Bəlkə bu Mənfi auralarda nəzərə alsaq, deyirsiniz, Negativlər, müxtəlif negativ informasiyalar, düzdür, əhval-ruhiyyəyə təsir edir. İnformasiya çoxluğu insanı yorur. Amma o mənfi hallar müəyyən bir xəstəliyə gətirib çıxarırsa, yəni ki, sizin növbəti verilişlərinizdə psixiatr olanda onlara sual verəcəksiniz. Bəli. Əslində bu sualım, vermək istədiyim sualım psixiatrlara daha çox aiddir, amma subyektiv fikrinizi yenə də sadəcə bir fərd olaraq, bir insan olaraq almaq istəyərəm ki, ruhumuzun bədənə əziyyəti harda durur burada ki, bəlkə nə üçün mən dedim o negativ, bəzən bizim o zədələnmiş ruhumuz, cavabsız qalan emosiyalarımız bizim bədənimizi, sinirlərimizi xəstələndirir. Ola bilərmi belə bir hal? Ola bilər, əlbəttə. Məsəl üçün, bir insandan soruşurlar ki, necə xoşbəxt olar? Hərənin müxtəlif cür cavabı ola bilər. Kimsə xoşbəxtliyi pulda görə bilər, kimsə təhsildə görə bilər. Mənim düşüncəmcə, məsələn, məndən soruşsa, siz xoşbəxtsiz, insan necə xoşbəxt olar? Mənə elə gəlir ki, İnsan o vaxt xoşbəxtdir ki, onu duya bilən insan var. Və o duya bilən insan artıq o mobil telefonu da əvəz eləyir, digər məsələləri də, boş qalan reseptorlar olmur. Çünki biz ondan yaşaya bilirik. İnsan həqiqətən sevilməyə ehtiyacı olanda siz dediyiniz problemlər çıxır ortaya. Sevgisizlikdən. Sevgisizlikdən. Yəni artıq onun ehtiyacı çoxdur, ehtiyacı var. Hər bir insanın ehtiyacı var. Amma insan var, onun qarşılığını alır, insan var, almır. Və hər ruh da gəlib bədənə otura bilmir. Sözsüz o da vacibdir. Mütləq reseptor olmalıdır. Bəli. Biz inşallah bu mövzunu qismət olsa bir podkastda daha ətraflı danışarıq. Efirdə daha çox xəstəliklərdən danışmalıyıq çünki baş ağrıların
bu gərginlik baş ağrılarını qeyd elədiniz. Bunların müalicəsində siz nə tövsiyə edirsiniz pasientlərinizə? Yəni bir tək dərman müalicəsi mi, yoxsa hansısa fizioterapevtik müalicə də varmı? Müalicə etməsək nə olacaq? Ümumiyyətlə bilirsiniz necədir? Ağrı haqqında belə deyilir. Ağrı təkcə simptom deyil, həm də insanı həm gündəlik və həyati və iş fəaliyyətindən saxlayan bir faktordur. Ağrını götürmək lazımdır. Amma ağrını diaqnozsuz, sadəcə ağrı kəsici ilə götürmək olmaz. Ağrının etiologiyası tapılmalıdır. Əvvəllər rast gəlinməyən və indi mövcud olan şiddətli ağrı ola bilər. Mütləq mütəxəssisə müraciət olunmalıdır. Beyin görüntülənmə hətta aparılmalıdır. Orada beyin qanaması, beyin şişinə qədər ola bilər bu. Ona görə buna kör-körənə yanaşma olmaz. Amma insanlar əgər, belə bir deyim var da, bəzən biz deyirik ki, insan öz-özünün həkimi olmalıdır. Artıq insanlar vərdiş eləyirlər və bilirlər ki, bu ağrı onda xronikidir. Diaqnozu tapmadan sadəcə ağrı kəsicidən istifadə etmək düzgün deyil. Ağrını müalicə etmək lazımdır. Məsələn, ağrılarda genetik faktorlar var. Məsəl üçün, miqrenlər deyək. Miqrenin də müalicəsində müəyyən yanaşmalar var. İnvaziv olmayan dərman yanaşmaları var, psixoterapiya var, fizioterapiyanın özü var. Biz bilməliyik ki, ağrının səbəbi nədir? Gərginlik ağrıları ən çox stres faktorlar, gündəlik yaşam, əsəb, yorğunluq və bu fonda yaranır. Yuxusuzluq əlbəttə. Mənim məsəl üçün özümdə yuxusuzluq olanda olur. Belə deyək, vəziyyətində olan problem, yataq rejiminin düzgün olmamağı, hətta yatağın özünün problemləri, onurğa əlillər əlbəttə. Bunlar hamısı təsir edir. Amma məsələn, miqrendə dediyimiz kimi irsi faktor önəmlidir. Hipertenziv baş ağrıları var. Əgər təzyiq kontrolsuzdursa, arterial təzyiqdən söhbət gedir. Sözsüz ki, o ilkin etaplarda baş ağrıları ilə özünü göstərəcək. Amma insan ona fikir vermədikcə uzun illər, bir neçə ildən sonra o artıq latent formaya keçəcək. Yəni baş ağrımır, amma təzyiq yuxarıdır. Bu daha təhlükəlidir. Heç olmasa ağrı bir siqnal verir. Baş ağrılarının kökçük mənşəli baş ağrıları var. Yəni onurğa beyni kökçüklərinin sıxılması hesabına yaranan baş ağrıları var. Hipoksik baş ağrıları var. Arterial təzyiq daimi aşağıdır. Xüsusilə gənclərdə, xüsusilə xanımlarda hemoqlobin çatışmazlığından əziyyət çəkirlər. Bunlar hipoksik baş ağrılarıdır. Belə məsələlərə PMS baş ağrıları olur. Predmenstrual sindromda. Bəli. O indi o belə deyək də ömrünün bütün olmur, amma müəyyən bir fizioloji dövr zamanı əlbəttə olur. Şokolad yemək üçün bəhanə olur. PMS baş ağrıları ki, şokolad yeyən kimi düzəlirəm, doktor keçir ağrılarım deyirlər. Şokoladda bilirsiniz də serotonini artırır, o xoşbəxtlik hormonudur. Çox faydaları var, amma onu istifadə etməkdə düzgün bacarmaq lazımdır. Bağırsaqla beynimizin arasındakı əlaqəni nə dərəcədə önəmsəyirsiniz, doktor? Söhbət nervus vagusdan gedir. Demək belə, ümumiyyətlə belə bir müdrik söz var. Əslində deyirlər, biz nə yeyiriksə oyuq. Məncə kiminlə yeyiriksə oyuq. Yox, biz siz bəzən zaman elə eləyə bilər ki, biz məcburiyyətdən kiminləsə yeməli olarıq. Amma o yediyimizi həzm eləmək məsələsi var, doktor. Bəzən belə deyirlər, biz nə yeyiriksə o yox. Düzdür. Bu çox önəmlidir. Əlbəttə, bizim qidamızda müəyyən bir qida maddələri xroniki olaraq çatmasa, o orqanizmdə öz təsirini göstərəcək. Bugün mən tələbələrimə beyin qan dövranı xəstəliklərinin danışırdım. Orada belə bir cümlə istifadə elədim və onu burada da istifadə eləmək istəyirəm. Buyurun, doktor. Bütün orqanlar beyin üçün işləyir. Bu həqiqətən belədir. Komandir beyindir. Vacib orqan beyindir. Biz siz niyə böyrəyi transplantasiya eləmək olur? Ciyərləri eləmək olur. Yavaş-yavaş ürəyi olunur. Sümük iliyinə qədər olunur. Beyni olarsa transplantasiya mümkün olarsa başı dəyişmək, o artıq başqa adam olacaq. Maraqlıdır. Bildiniz? Ona görə bütün orqanlar beyin üçün işləyir. Bağırsaqlarla beyin əlaqəsində düzdür, bu orqanizmdə qidalı maddələr nə qədər düzgün həzm olunsa, düzgün sorulsa, düzgün mənimsənilsə, beyinə bir o qədər keyfiyyətli qan gedəcək və beyin xəstəliyində bərpa da rahat gedəcək.
artıq əlavə bərpa edici dərmanlara da ehtiyac olmaz. Çünki qanın özü qida ilə zəngin, oksigenlə zəngin olan qanın özü ən yaxşı bərpa edici mühitdir. Bəs bağırsaqlar beyindən asılıdır, o da var. Bəli, sinir sistemi həm də bağırsaqların fəaliyyətini kontrol edir. Bəzi məsəl üçün xronik xəstəliklərdən əziyyət çəkən xəstələrimiz var. Misal üçün şəkərli diabet xəstəliyi. Şəkərli diabet xəstəliyi bilirsiniz ki, həm də periferik sinirlərin, xüsusilə vegetativ sinir sistemi şaxələrinin funksiyasının pozulmasına gətirib çıxarır və onlar xronik qəbizlik vəziyyətinə gəlib çıxırlar. Və sözsüz ki, hər iki mexanizm düzgün qidalanma beyinə müsbət təsir eləyir və sinir sistemi kontrolda funksiyası yaxşıdırsa, o da bağırsaqların fəaliyyətinə müsbət təsir eləyir. Siz əgər fikir vermişsinizsə, bəzi əsəb xəstələrində qəbizlik meydana çıxır. Digərlərində xüsusilə həyəcan, təşviş, onlarda ishal meydana çıxır. Irritable bağırsaq sindromu. Bunlar bir-birindən çox əlaqəlidir. Bəli, çox maraqlıdır. Əslində çox maraqlı bir fikirdir. Bunu da qeyd edim özüm çünki bütün orqanlar beynimiz üçün çalışır. Əlbəttə elə. Bu da bugünün mesajı olsun. Ona görə də bütün orqanlarımıza yaxşı baxmalıyıq ki, beynimiz yaxşı işləsin, yaxşı düşünək, düşüncələrimiz də yaxşı olsun və beynimiz xəstələnməsin. Demək, ən hədəf məqsəd yaddaşdır da. Belə çıxır, yaddaşdır. Bəli. Və mən çox maraqlı bir dəfə Facebookda belə bir sual ünvanlamışdım. Mənim əvvəllər, indi yoxdur, bir fobiyam var idi. Həmişə qorxurdum ki, Alzheimer olaram. Və belə bir sual ünvanladım ki, ən çox hansı xəstəliyə yaxalanmaqdan qorxursunuz? Və dostluğumda 2000-dən çox insan var və bir çoxu da həkimdir, 90%. Və məlum oldu ki, həkimlərin də 80%, sən demə. Yəni, mən düşünürdüm ki, çoxu onkologiya deyər və yaxud başqa xəstəliklər deyər. Amma 80% cavablar Alzheimer idi. Və yaddaş dediniz, o yadıma düşdü ki, biz unutmaqdan qorxuruq. Bilirsiniz, doktor, digər xəstəliyi istər-istəməz, düzdür, bu pessimist ola bilər. İnsanlar deyəcəklər, tibb qalıb fəlsəfədən danışırlar. Amma bir-birinə bağlıdır əslində. Bəli, insan o vaxtı özünü yaxşı hiss edir ki, o öz üzərində kontrolu saxlaya bilir. Ağlı başındadır, necə deyirlər. Baxın, biz insanların digər insanlar üzərində kontrol eləməyinə düzgün baxmırıq. Hüquq sistemi buna icazə vermir. Çünki azad dünyada, azad respublikada. Amma öz üzərimizdə kontrol eləməyi bizim əlimizdən də heç kim ola bilməz. Yaddaş problemləri xüsusilə bax bu məqamı insanın əlindən alır. Öz üzərində kontrol itirirsən. Bəli. Yaddaş, bilirsiniz də, yaddaş problemləri təkcə Alzheimer deyil. Bu dəqiqə bu çox istifadə olunan termindir. Müxtəlif yaddaşla bağlı xəstəlik problemlər var. Amma onların içində müalicəyə ümumiyyətlə demək olar ki, tabi olmaq istəməyən Alzheimerdir və digər demensiya növləri, məsələn, xüsusilə damar demensiyaları. Proqramlar çoxdur. Araşdırmalara görə isti münasibət, doğmalarla keçirilən vaxt, mütaliələr, nələrsə əzbərləmək, hətta yaşlı adam olmağına baxmayaraq uşaqlarla hər hansı bir oyunları oynamaq, onlar yaddaşı gücləndirir. Maraqlıdır. Təşəkkür edirəm sizə. Biz davam edəcəyik. Verilişimizin ikinci yarısında mən istəyirəm biz insultlu xəstələrdən danışaq. Siz əslində hipertoniya mövzusuna toxundunuz. Hipertoniyanın nəticəsi olaraq bəzən insult problemi yaşayır insanlar və bu xəstəliklərin, bu xəstəlikdən əziyyət çəkən insanların reabilitasiyası necə aparılır? Nevroloqun insult xəstəliyində müalicəsində rolu hardadır? Necə inteqrasiya edir? Bu haqda danışacağıq. Bizim sırada reklamlarımız var. Reklamlardan öncə sponsorlarımıza təşəkkür edim. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Kalsium D3 Nikamet, portağal və limon adlı çeynəmə tabletlərini sizə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə, həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitamini qəbulu üçün nəzərdə tutulub. Kalsium D3 Nikamet 25 ildən artıq mövcuddur, sınanmış preparatdır, hətta hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təhsili idman həkimi Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müalicəvi idmanla müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsini zəng etməyiniz kifayətdir. Reklamlara baxaq, sonra davam edəcəyik.
Verilişin baş sponsoru Kalsi D3 Nikamed.